Salam dostlar. Bakıya gedən ikinci peçimiz də Allahın izni ilə hazır oldu. Bu da yanmağı. Həmişəki kimi üstü vermir. Hətta alov çıxır. Biraz yalandan üstü ola bilər. O da ki, birinci yandıranda işıqlar söndü deyə yağ öz-özünə alışdığına görə, ona görə biraz hiss elədi. Bacanın içi də hiss oldu, peçin içi də. Ona görə indi polnoxod vermişəm fana ki, təmizləsin. Yanmağına söz ola bilməz, istiliyinə də. Həmçinin kim belə yağla işləyən peçlər istəyərsə, profildə nömrəmiz var, əlaqə saxlaya bilər. Fanımızın kodunu alırıq. Çox mükəmməl yanır. Qızarmağı da hər halda görsəniz. Hələ kodunu alarkən də alov püskürür. Hətta yenə də kodunu almaq lazımdır ki, istiligi daha çoxdur. Rəngi də biraz sarı, qırmızı, göy ola bilər. O birinci ki işıqlar söndü deyənə, ona görə biraz istənmə oldu peçin içində, ona görədir. İnşallah ki sönüb içi təmizlənəndən sonra yenə də əvvəlki peçlərdə olduğu kimi gömgöy yanacaq. Çox mükəmməldir. Müştərimizə xeyirli olsun. Hətta bu vəziyyətdə belə yenə də alov bacadan çıxır. Fanın da koduna baxa bilərsiniz. İndi isə fanımıza polnu kodu verək. Peçdən üstü ona görə çıxır ki, dəmir yanır, üzərində olan kraskası, içində qaz mayı halında yaxşı divarlarını qaldığına görə üstü verir. Onu da həm yandırıb yoxlayırıq, həm də ki, özüm yandırıram ki, təmizlənsin ki, şötkalansın, tərtəmiz olsun.